Sizdə də motivasiya problemi var? Məndə var. Nəinki motivasiya, uzun zamanda heç iradəm də yoxdur. Amma iradə ilə motivasiyanın əl-ələ tutub gəlməyini gözləsək, aylar, illər keçəcək. O qədər gözləyə bilmərəm. Sağlam qidalanıb, sağlam həyat tərzinə başlamalıyam. Bunun üçün isə məni həvəsdən salan məqamı özümə səmimi şəkildə etiraf elədim. Mən yemək pişirməyi bacarmayan və sevməyən, amma dadlı yeməyi sevən biriyəm. Deməli, yeməklə bağlı bir tədbir görmək lazımdır. Özümə bir aylıq rasion tərtib elədim. Mən hər gün nə yemək istəyirəm sualı ilə başladım. Az-az cavablandırdım. İnternetdən asan və kalorisi aşağı reseptlərə baxdım və aylıq menyu tərtib elədim. İndi onları bir aya yetəcək qədər bişirib yığıram dondurucuya. Buna bir neçə günüm gedəcək. Nəticədə isə evdə özümün tərtib etdiyim menyu və hazır yeməklərim olacaq. Dietada əsas ac olanda əlinin altında sağlam qidaların olmasıdır.